Hər kəsə yepyeni videodan salam dostlar. Kanalıma abunə olmağı, like atmağı unutmayın dostlar. Bugün sizlərlə bir yerdə necə daha hızlı kupa kasmağı, hansı üsullardan istifadə etmək, necə daha rahat 2000 kupa eləmək sizə həmin taktikləri verəcəm. Bu taktikləri öyrəndən sonra daha rahat kupa kasasınız. Məsələn, tez bir zaman ərzində məsələn 10.000 kupamız və yaxud da 20.000 kupamız varsa və siz hədəflərinizi daha yüksək tutaraq 80.000, 90.000 və yaxud da 100.000 kupa eləmək istəyirsinizsə və yaxud da daha az olaraq, məsələn 20.000 kupam var, hədəf qoyuram ki, bu həftənin axırında 25.000 kupa kasacağam, 30.000 kupa kasacağam. Bunlar üçün dostlar, sizə taktiklər öyrədəcəm. Yeni gələn kupa sistemində bildiyiniz kimi, əgər ən azından 10 dənə qazanma servis olan kimi sizə artı 10 kupa, 9 kupa, öz əvvəl 5 dənə qazanma, 6 dənə qazanma serisində 5 kupa verdiğində 11 dənə qazanma serisində 10 kupa verir. Bu da əvvəlkilə nisbətən daha rahat kupa kasmağımızı olan sağlayır. İndi, əgər sizin az kupalı karakterlərinizin sayı çoxdursa və necə tez bir zaman ərzində 100.000 kupa olmağınızı istəyirsinizsə və bunun üçün yüksək kupalı karakterləri kasaraq eləməyə çalışırsa, sizin taktik verirəm. Məsələn, mənim bir neçə az kupalı karakterim var. Bax, görürsəndir. 2, 5, 8, 14, 20, 24. 24 dənə karakteriniz yoxdur. Məsələn, o 24 dənə karakterdən indi mənə ən az kupalar bu üçüdür. Bunu 5-də gətirsəm 280 kupa, bunu 5-də gətirsəm 270 kupa, toplayanda eləyir 650 kupa. 650 kupa bizə nəyi var? Xeyir olur. Məsələn, bir gündə bu iki karakteri kassa olsam 650 kupa. Əks halda bu 4 karakteri bir də kassa olsam bundan 440 kupa, bundan isə 480 kupa alacam və belə də 920. 920 üstündə 680 gəldən neçə bir dəqiqə düz hesabladım. 280 üstü 270. 650, 1470 kupa eləyir dostlar. 1470 kupada mənə 86.000 kupa eləməyim kömək edir. Amma siz əgər az kupasızsa, sizdəki az kupa karakterlərin sayı daha çoxdur. Və yaxud da yüksək kupa kasmaq istəyirəm, amma necə kasacağım bilmirəm. Sizə konkret taktiklər göstərəcəm dostlar. Bunu çox YouTube kanallarına baxanda görə, məsələn, əgər yanında az kupalı, yəni təzə açılmış bir hesablarla girəndə, oyun sizə avtomatik olaraq zəif, yəni botlar göndərməyə başlayır oyununuza ki, yəni daha rahat olasınız, daha çox kupa kasasınız. Elə taktiklərdən kastırmaq olur. Mən bu taktikləri də gördüm YouTube'da. Ondan sonra bəzi taktiklər də var ki dostlar, məsələn, yüksək kupaya kasmaq istəyirsə, mən bu taktikləri eləmədim, mən rastgele oyuncular gəldi, şansa balı tutaraq 2000 kupa elədim. Orada bəzi taktiklər də var idi. Və mənim girdiyim karakter onsuz güclü karakter idi. Ondan sonra, məsələn, burada hesablaşmada fantastik üsullar var. Fantastik üsullardan 3 oynarlarda girib, 3 oynarlarda uduzursan və uduzandan sonra bu 2000 kupanın ən rahat taktiklərindən biri dostlar. Uduzandan sonra sizə avtomatik olaraq bot göndərir. O bot nəticəsində siz kupavızı qaldırırsınız və müəyyən bir müddətdən sonra yenə təkrarlaya burada nə qazanma səriniz gedir, nə də bir şey. Eləliklə daha da rahat kasırsınız. Ondan sonra bəzi hesabınızı makslamaq istəyirsiniz, qızıllarınızı necə yığacağınızı bilmirsiniz. Bəzi qızıl etkinlikləri gəlir, məsələn burada 2x qızıl gəlir. Bu mən həftəni qutarmışam deyə ona görə hələlik gəlməyib. Ondan sonra necə rahat 1000 kupa kasmaq istəyirsinizsə, məsələn, əgər 2000 kupa kasmaq istəyirsinizsə və yaxşı komandanız yoxdursa, bunu mən sizə nə idi? Ya duello da kasmanızı tövsiyə edirəm, ya da tək hesablaşmada kasmanızı tövsiyə edirəm. Amma üçlü hesablaşma çox rahat kasılan bir yerdir. Yəni orada rahat, məsələn, oynayırsınız 8-200 var. 8-200 var amma iki arkadaşınız da öldü. Orada biraz onların doğulmasını gözləyənə ki, məsələn 15 saniyə, 15 saniyə, 15 saniyə. Əvvəl bildiyiniz kimi bəzi taktiklər var idi. Bale idi, Mendy idi, o birisi yadından çıxdı bir karakter. Sprout idi. O karakterlə Sprout idi, desin ayrısı idi. Onlarla gözləyə tez bir zaman ərzində 1000 kupaya, 2000 kupaya kimi kasmaq olurdu. İndi mən bilən elə qaldırıblar. Bir də sonralar YouTube'da çox görürəm, WinTrader'lıq yenidən başlayıb. Ona görə mən üçlü hesablaşmada 2000 kupaya qədər kastım. Qarşıma bir dənə də WinTrader çıxmadı dostlar. Çünki mən 3000 kupaya kimi kastım, 2000 kupaya kimi kastım. Üçlü hesablaşmada takımlaşdığına görə, onsuz sənin yanında takım var da. Ona görə onlar kupa kasmaq istədiklərinə görə elə olurlar. Mənim isə tövsiyəm, əgər yaxşı bir kulüb arkadaşlarınız və yaxud da kulübünüz varsa, kulübdəki adamlardan kömək ilə kasa bilərsiniz və yaxud da yaxşı oynayan tanışınız varsa, ondan kasa bilərsiniz və yaxud da ən rahatı, ya tək hesablaşmada tək hesablaşmada çox zaman dostlar WinTrader'lar olur, amma üçlü hesablaşmada nə idi? 2 dənə rəqib gəlir. Bu ikisi mənim
Neydi? Buradan baxanda məsələn mən oyun oynadım bayaq. İkinci oldu da dostlar. Bir dəqiqə bu açılsın, indi göstərəcəm. Göstərəm mən. Ayda, bir dəqiqə. İkinci oldu da dostlar. Məsələn bu 1400 kupadır. Neçə kupadır? 33. İstənə 14 dənə 1000 kupası var. Bu yaxşı oynayırdı məsələn oyunda. Bu 61.000 kupadır. Neçədə? Barley 2000 kupa eləyib. Mən istəsəm eləyənmərəm şəxsən. Və bunlar güclü oyunculardır. Bunlar sizin yanınıza gəldi ki, oyun nəyini tarazlığı öz əvvəl kimi dəngəli biraz gətirməyə başlayıb oyun. Ona görə dostlar sizə tövsiyə edirəm ki, əgər yüksək kupalar qasmaq istəyirsə və yaxud da 100.000 kupaya almaq istəyirsə, ilk olaraq az kupalı karakterləriniz qasın. Ondan sonra 1000-dən 2000-ə qasmaq istəyirsə, üçlü hesablaşmada və ya tek hesablaşma və yaxud duel oyunu sizə tövsiyə edirəm dostlar. Sağ olun dostlar, gələn videolarda görüşənədək 10 abunə olmuşuq, çox sağ olun. Belə videoların davamını istəyirsə yorumlara yazmağı da unutmayın dostlar. Sağ olun.